Salam Samir bəylər, bugün axşam dərsindəyik. Samir, çox artırma. 100 sağa keçsə, o da olmasa bax, azalt bir qalsın. Bax, gözən yol verişandır. O demək ki, soldan qalanlara yol verməliyik. Amma traktoru kəsişərsə, bizim traktor onlarla kəsilmədiyi üçün biz gözləmirik. Aydın dostum? Tamamdır, çox artırma sürətini dostum. Sudan qaranlıq vaxtı insan çıxa bilər qarşına, ehtiyatını al həmişə. Yola uyğun sür. Özün necə istəyirsən Samir? Süper. Allah günün olsun. Müəllimim yaxşıdır. Sağ olsun, müəllimin nə səndə? Bax, enişdir, çox artırma dostum. Qarşıya bax. Görsən, stop işlərini yandırıblarsa, deməli nə baş verir? İşıqların qırmızısıdır. Əgər işıqları görmürsənsə, onlardan hisslənməlisin. Və enişlərdə də geciksən, sərt tormozlama eləyə bilərsən. Avtomobil tormoz yolu deyilən bir şey var. Avtomobil sürünsəcək və gedib vura bilərik avtomobili. Ümumiyyətlə, buradan olmaz, buradan olmaz. Bütöv xətdən zolaq dəyişməzlər dostum. Oldu. İndi dəyişə bilərsən, ay sağ. Ümumiyyətlə, 40 km/s sürətindən getdiyimiz halda qəfələn tormoz versək, avtomobil 12,2 metr sürüşmə yolu var, tormozlama yolu var, yəni sürünsə bilər. Aydındır, orada izah eləməyə çalışıram. Çox artırma dostum. Qabaqda görürsən, məcbur dayanmış sürücü var, qəzləmişlər yandırıb. Sol düzünə baxır var maşın. Gəl, piyada keçisi var, ehtiyatlı ol. Və sərt döngə var. Buranı akuratını dön, sərqəli dön. Öz zolandan gəl dostum. Ay, sağ yaşa. Gəl, fırla yavaş-yavaş sükanı, çox qaz vermə. Ay, yaşa. Gəl. Əlaçı. Üstün zolanı əlini düzəltdin. Düz gedəcəksən, oldu dostum. Şifon için görürsən, azalt sürətini. Ay, yaşa. Maşallah sürürsən, əllər 109 qamətində. İndi isə çəkiliş dayandırıram. Tamam. Amma dərsimiz davam edir. Mən sənə uğurlar arzulayıram. Çox sağ ol. İstiqamət düzgün olacaq, lap qarşıdan sağ gedəcək. Oldu? Tamamdır.